Salam hörmətli izləyicilər, xoş gördük hər birinizi Quşlar TV kanalında. Əziz izləyicilər, bugün istərdim sizə hündüşka ballarının qızıl baxılma qaydasını danışıb məlumat vermək. Kanalımda var, yenə də istərdim çəkəm, bu haqda paylaşam. Çünki bəzi abunəçilərim yeni qoşulurlar, o köhnə videolara baxa bilmirlər. Deməli, əziz izləyicilər, hündüşka balası belə deyək də çıxdı. Ona birinci günü heç nə verməyə bilərsiniz. Çünki o hələ yumurtanın sarısını udur, onun mayası olur. Ona görə heç nə vermək, yəni versəz belə heç yeməyəcəkdir. Və əziz izləyicilər, ilk öncə onu qeyd edim ki, yerlərini isti eləmək lazımdır. Yəni hündüşka balası istini sevəndir. İndi siz buna ananla da baxa bilərsiniz, anasız da. Yəni necə? Yerini isti eləmək, yəni mənim kanalımda var, o haqda video birinci günündən böyüyənə kimi, yəni ana olana kimi yerləri neçə dərəcə isti olmalıdır, o haqda video var. Ona görə onu vaxt getməsin deyə onu danışmıram. Girib baxa bilərsiniz yerləri neçə dərəcə isti olmalıdır. Yəni əziz izləyicilər, yerlərini isti eləyirsiniz. Yem isə onlara başlanğıc yemi var. Ondan da verə bilərsiniz və yaxud özünüz də hazırlayıb verə bilərsiniz. İlk öncə o başlanğıc yemindən verirsiniz. Bəzi adamlar heç ondan almayıb yumurtada verə bilər. 3 gün yumurtanı sarılı, ağlı xırdalayıb verə bilərsiniz. Yəni kimə necə məsləhətdir. Ancaq elə ikisini də versiniz daha da yaxşı olar. Həm yumurta verirsiniz, ağ, sarılı, həm də ki o başlanğıc yemi hündüşkaları çox yaxşı, tək hündüşka yox, toyuq düzəsinin zadında yaxşı inkişaf elətdirir. Kilosu 1 manat 20 qəpikdir. Ondan alıb verirsiniz. Biraz islatsanız da daha yaxşı olar ki, yaxşı yesinlər. Çünki hündüşka biraz belə palçıq kimi olanda elə yaxşı yeyir. Ondan sonra əziz izləyicilər, biraz bir həftə zad olandan sonra biraz qabaqlarına şor, nə bilim şüydü çox sevilir, şüyd doğraya bilərsiniz. Elə şüydü ilk günündən də verə bilərsiniz. Ondan sonra soğan, göy soğanı xırda-xırda doğrayıb qabaqlarına belə tökə bilərsiniz. Hündüşka soğanı çox sevir. Yəni yemini belə versiniz. Ondan sonra isə əziz izləyicilər ilk başlayırsınız o imişli yemi, şəkərli yemlə verməyə. Və kanalımda var, indi bundan sonra da bir də paylaşacağam. Yemi necə hazırlayırlar. Yəni götürürsüz süzməni, içinə şəkərli yem töksüz, şüyd doğrayırsınız və biraz da su. Bunu eləyirsiniz, saqqız kimi yem alınır. Onu belə hündüşkala yedizdirsiniz, yaxşı böyüyür. Təbii ki, böyüyəndən sonra 1 aydan 2 aydan sonra çox yeyəcəklər deyə ona görə çatdıra bilməzsiniz. Siz eləcə quru şəkərli yem verə bilərsiniz və yaxud biraz belə isladıb verə bilərsiniz. Yəni yemini bax belə edirsiniz. Yumurta ilk günündən, bir də o başlanğıc yemindən şor zat qabaqlarına töksüz, süzməni şüydlə, yemlə qatıb, biraz da su elə bir töküb isladıb eləyirsiniz, saqqız kimi alınır. Onda eləyib belə qoyursunuz. Kim də istəsə eləcə şəkərli yem qoya bilər. Amma yerləri isti olsun. Sularına isə əziz izləyicilər, deməli 4 dərman, Pravasiptol, oksitetraskilin, trimerazin və supervit vitamindir. Bunu ilk günündən verirsiniz ki, qoy içsinlər. Bunu baytara deyəndə baytar özü hazırlayır. Çünki mən belə deyəndə bəzi insanlar deyir o dərmanları nə qədər eləmək lazımdır. Bu qarışıq olur. Baytara deyirsiniz, baytar 4 dərmanı qarışdırır. Pravasiptol, trimerazin, oksitetraskilin və supervit. Yenə deyirəm, Pravasiptol, oksitetraskilin, trimerazin və supervit. Bunu qatıb sularına verirsiniz. 1 litr suya yarım çay qaşığı töksüz və qabaqlarına qoyursunuz. Təbii ki, sizin hündüşkanın sayından asılıdır. Onu azdırsa, məsəl üçün yarım litr su yox, 200 qram zat, 250 qram suya, məsəl üçün yarım çay qaşığından biraz az qatıb verirsiniz ki, qoy təzə-təzə olsun, içsinlər. Yəni sularını belə eləyirsiniz. 2 ay tamam oldu. Onlara oksitetraskilin iynəsi 5%'lik yarım qram vurursunuz. 10-15 gündən sonra da 3 gün onu vurursunuz. 10-15 gündən sonra da H vaksinini vurursunuz. Oksitetraskilin həm onları xəstəlikdən sağaldır, həm qurunmaya qarşıdır, həm də ki, əgər onlarda xəstəlik varsa, siz əgər ona H vaksinləri vursaz,
belə deyim, şey olacaqdır da, necə deyim, qırıla bilər. Ancaq o oksitetraskini vurursunuz, o cücələr sağalır. Ondan sonra isə əgər xəstəlik varsa, xəstəlik yoxsa problem yoxdur. Heç o oksitetraskinin problemi də yoxdur. Yəni onu vurursunuz, o qurulmaya da qarşıdır. Ondan sonra da şey vurursunuz, H vaksinini. 2 ay olanda 3 aydan sonra da yəni o şey H vaksinini 3 aydan bir vurulur. Bir də 5 ayında vurursunuz. Yəni bax belə bu şəraitdə baxsız yerini isti eləyirsiniz. Ondan sonra dediyim yemləri verirsiniz və vitamin də o şey dərmanlar da onu verirsiniz. Təbii ki, bu oksitetraskilini vuranda və yaxud H vaksinini vuranda siz onlara qurd dərmanı da uduzdura bilərsiniz 2 aylığında. Qurd dərmanında yəni Zagros var, Niklasam deyirlər, Albent var, yəni və s. də yəni bir çox qurd dərmanları var. Kanalımda bu haqqda videolar var. Yəni belə. Təbii ki, 2 aydan sonra da çalışıb şəkərli yemdən versəz daha da yaxşıdır, yaxşı böyüyür. Ancaq imkan yoxdursa, nə bilim, buğda, arpa, qarğadalı yarmasını qataraq, biraz çörəklə, zatla isladıb qataraq verə bilərsiniz. Ondan sonra sarımsaq doğrayıb verə bilərsiniz. Sarımsaq həm tüklərini parıldadır, yaxşı edir, həm sağlam edir, həm də bütün qurdlarını tökür. Hündüşka da sarımsaqdır, soğandır, çox sevirlər və yeyirlər. Təbii ki də hündüşkanı buraxmalısınız otluğa. Bax, belə yaşıl otluqda olmalıdır. Yoxsa siz hündüşkanı qapalı şəraitdə saxlayacaqsınızsa, hündüşka yaxşı inkişaf eləməyəcək. Hündüşkanki ancaq otluqdur. Təbii ki, yaxşı inkişaf eləməyəcəkdiyini əgər siz qabaqlarına şəkərli yem qoysanız, onlar yeyib yaxşı böyüyəcəkdir. Ancaq ən yaxşısı, yəni hündüşkanı buraxasınız belə yaşıllığa, orada cürcücü, otluq. Təbii ki, yemini də yaxşı verəndə şey olur. Yəni bax, bu qayda ilə baxsaz, heç bir hündüşkanız ölməyəcəkdir. Yerini isti eləsəz, ilk öncə hündüşkanki yeri isti olmalıdır. Çünki hündüşka hər bir istiyə dözür. Yəni toyuq cücəsi belə görsün, yayda qırılır. Ancaq hündüşka dözür istiyə. Ona görə istini sevəndir. Yerini isti eləyirsiniz, yemlərini bayaq dediyim kimi verirsiniz və bir də əziz izləyicilər, sularına vitaminlər, o dərmanları qatıb versiniz. 2 ayda tamam olanda oksitetraskin iynəsini vurursunuz 3 gün döş qəfəsinə, ondan sonra qurd dərmanı uduzdurursunuz və H vaksinini bir 10-15 gündən sonra da vurursunuz və heç bir hündüşkanız qırılmayacaq və 3 aydan bir də H vaksinini təkrarən vurursunuz. Oksitetraskin qurunma zadın qarşısını alır, H vaksinə digər xəstəliklərdən qoruyur və yerini də isti eləmək kanalımda var, girib baxa bilərsiniz. Yəni bu qayda ilə baxsaz heç bir hündüşkanız qırılmayacaqdır. Bax belə. Bu qədər. Hər kəsə təşəkkürlər. Kanalımıza Quşlar TV-yə, Lal Ördəklər TV-yə, həmçinin Kənd Heyvanları kanalına abunə olun. Çünki biri-birindən gözəl, faydalı videolar gəlir. Sizdən də xahişim odur ki, like qoyun, abunə olun və bizi izləməyi unutmayın. Belə. Sağ olun əziz izləyicilər, salamat qalın və gələn videolarda görüşmək ümidi ilə sizdən ayrılın.